Salam, hər vaxtınız xeyir olsun. Mahir Sərkərli və Fuad Quliyevin müəllifi olduğu Coğrafiya sınaqlar toplusu 15-ci sınağın izahına baxırıq. Birinci suala baxaq. Doğru fikirləri müəyyən edin. Fikirli süxurları kəsən çay dərələri adətən geniş olmaqla yamazların nisbətən az meyilli ilə fərqlənir və U şəkilli dərələr adlanır. Bu fikir doğru fikirdir. Doğru fikir olduğu üçün də bizim sualımızın cavabına götürəcək biri. Biri götürsək, onda bir olmayan cavabları buradan çıxaq. Qalır 1, 2, 1, 2, 1, 2, 3 variantın içində 1, 2 var. Demək, 2 də doğru fikirdir. İndi isə 4, 5 və 6-ya baxmaq tələb olunur. 3-də niyə görə biz cavabda götürmürük? Bir, Skandinaviya və Pireney dağlarında neotektonik proseslər baş verir. Neotektonik proseslər əsasən seismik fəallığın aktiv olduğu ərazilər üçün xarakterikdir. Amma Skandinaviya dağları bilirik ki, qədim dağlar olduğuna görə orada əsasən paleotektonik proseslər baş verir. Ona görə bu fikir yanlış fikirdir. Daha sonra baxaq 4-ə. Mekong çayının mənsəbinin yerləşdiyi ölkə sosialist ölkədir. Mekong çayının mənsəbinin yerləşdiyi ölkə Vyetnamdır. Vyetnam da həqiqətən də sosialist ölkələr qrupuna aiddir. Elə cavabımız olacaq 1, 2 və 4. Y variantını götürəcək. İkinci sualda qeyd olunur ki, yer kürəsinin sxemdəki vəziyyətinin formalaşdığı tarixdə baş verə biləcək coğrafi hadisələri müəyyən edin. Baxaq biz həmin şəkilləri görürük ki, Cənub qütb dairəsindən Cənub qütbünə qədərki olan ərazilərdə gündüzlər, Şimal qütb dairəsindən Şimal qütbünə qədərki olan ərazilərdə isə gecələr müşahidə olunur. Yəni, Şimal qütb dairəsindən yuxarıda qütb gecələrdir, Cənub qütb dairəsindən aşağıda isə qütb gündüzlərdir. Günəş yer kürəsinin, Cənub yarımkürəsini daha çox işıqlandırır. Onda belə bir nəticə gəlirik ki, bu şəkil 22 dekabra aid olan bir şəkildir. Qış gündönümü gününün olduğu şəkili ifadə edir. Həmin günə aid olan məlumatları biz seçək. Ekvator xətti üzərində gecə və gündüz uzunluqları bərabər olar. Bəli, bu doğru fikirdir. Yeni Zeland, demək, biri götürmüşüksə, baxaq, görək hansı variantlar qalır. 1-3-5, 1-4-5, 1-5-6. Demək ki, 5 də doğru fikirdir. Çünki hər bir variantda 5 qalıb. 3, 4 və 6 ilə işləyirik. 3-də qeyd olunur ki, musson küləkləri dənizdən quruya doğru hərəkət edər. Bilirik ki, musson küləkləri 2 yerə bölünür. Mussonu, yay mussonu var, bir də qış mussonu var. Yay mussonunda okeandan materikə doğru əsir, qış mussonunda materikdən okeana doğru əsir. İndi bu 22 dekabra aid olan bir məlumatdır. Qış gündönümü günü olduğuna görə həmin günü mussonların istiqaməti əslində materikdən okeana doğru olmalıdır. Bu fikir yanlış fikirdir. 3-ü götürmək olmaz. Ona görə A variantını da silirik. Cavabımızda ya 4 ya 6 olmalıdır. 4-də qeyd olunur ki, Bakı şəhəri ilə Kiyev şəhəri arasında günəş şüalarının günorta vaxtı düşmə bucaqları fərqi artar əslində dəyişməz. Bu da yanlış fikirdir. 4-ü də götürmürük. 5-də isə Efiopiya yaylasının cənub istiqamətə meyilli bulutsuz yamacında sutkalıq radiasiya şimal yamaca nisbətən daha çox olar. Bəli, çünki həmin bu tarixdə günəşin zenitdə olduğu məntəqədən, daha doğrusu məntəqə Efiopiya yaylasının cənub hissəsinə daha yaxındır. Yəni günəş, belə deyək, Efiopiya yaylasının cənubuna daha yaxındır. Ona görə bu fikir də doğru fikirdir. Cavab olacaq 1, 5 və 6 olan C variantı. Üçüncü sualda qeyd olunur ki, aşağıdakı ölkələrdən hansı Viktoriya, Tanganika və Nyasa göllərinin hər üçünün sahillərində yerləşir? Deməli, burada biz xəritə üzərində baxırıq ki, Viktoriya, Tanganika və Nyasa göllərinin hər üçünün sahilinə düşən ölkə Tanzaniyadır. Burada cavabımız oldu Tanzaniya, B variantı. Dördüncü sualda qeyd olunur ki, 5 oktyabr tarixində aşağıda verilmiş ölkələri günəş şüalarının günorta vaxtı düşmə bucaqlarının azalmasına görə sıralayın. Gəlin görək 5 oktyabr tarixində günəş harda zenitdə olur? Yəni, günəş maksimum hansı enliyə düşür? Belə hesablamaq olar. 23 sentyabrda bilirik ki, günəş ekvatorun üzərində zenitdə olur və 23 sentyabrdan 12 gün sonra 5 oktyabr tarixinə təsadüf edir. Yəni, 12 günə günəşin zenitdə olduğu enliyi tapa bilərik. Günəş, belə hesablayırıq. Yerin günəş ətrafında fırlanması 4 günə 1 dərəcəyə bərabər olur. Yer günəş ətrafında 1 dərəcə dönməsi üçün 4 gün vaxt sərf edir. Bəs 12 gün fırlanması üçün nə qədər dərəcə? X dərəcə. Buradan X bərabərdir. 12-ni 4-ə bölsək 3. Deməli, 5 oktyabr tarixində günəş 3 dərəcə cənub enliyində zenitdə olacaq. İndi hansı məntəqə ki, burada verilmiş variantların içərisində hansı məntəqə 3 dərəcə cənub enliyinə daha yaxındırsa, orada günəşin düşmə bucağı daha çoxdur. Hansı məntəqələr ondan uzaqdadırsa, 3 cənub enliyindən, onlara günəşin düşmə bucağı daha aşağıdır. Gəlin biz ölkələrə baxaq. Demək, Paragvaydır, Uruqvay, Tunis, Kenya, Malayziya.
Deməli, burada 3 cənub enliyi təxminən bax ekvatorun bu hissəsindən keçəcək. Təxminən bax buradan keçir 3 cənub enliyi. İndi bizə verilmiş ölkələr Paragvaydır. Paragvay burada. Sonra Uruqvaydır. Daha sonra Kenyadır, Malayziyadır və Tunisdir. Günəşin düşmə bucağı ən yaxın, deməli 3 cənub enliyi ən yaxın ölkə Kenyadır. Birinci Kenya gələcək. Daha sonra Malayziya gələcək. Daha sonra Paragvay, sonra Uruqvay və ən sonda Tunis. Kenya, Malayziya, Paragvay, Uruqvay, Tunis. Deməli Kenya 4, daha sonra Malayziya 5, Paragvay 1, Uruqvay 2 və Tunis 3. A variantını götürmək olar. 5-ci sualda qeyd olunur ki, müəssisənin 1 sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Müəssisə 30 sutkanın 12 sutkasını yanacaq çatışmazlığı səbəbilə daş kömürlə işləmişdir. Neftlə yox, daş kömürlə. Müəssisənin 30 sutka müddətində sərf etdiyi ümumi yanacağın çəkisi nə qədər olduğunu müəyyən edin. Deməli, bu müəssisədə 2 dənə yanacaq növündən istifadə olunub. Bir neftdən, bir də daş kömürdən istifadə olunub. Amma onların müddətləri fərqlidir. 18 gün demək neftdən istifadə olunub, amma 12 gün istifadə olunub daş kömürdən. Və 1 sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Demək 18-i vuraq, ilk növbədə 18 vurulsun 120 ton. O da bərabər eləyər 2160 tona. Bu nədir? Bu, müəssisənin 1 ay ərzində istifadə etdiyi neftin miqdarıdır. 2160 ton neft. Bəs nə qədər daş kömür istifadə etmişik? İndi ona baxaq. Daş kömürü biz neftin şərti yanacaq vahidinə vuraq. Yəni 120 tonu vuraq 1,5-ə, bu da eləyər 180. Yəni 120 ton neft 180 ton daş kömürə bərabərdir. Və indi 180 tonu da görə neçə gün 180 tondan istifadə olunub? 12 gündən qeyd edirlər. 12-ni 180 tona vursa, bu da eləyər 2160 ton kömür. Demək, 2160 ton neftdən istifadə olunub, 2160 ton kömürdən istifadə olunub. Ümumi bunların çəkisi bir yerdə olur, 4320 ton yanacaq. D variantını götürürük. 6-cı sualda qeyd olunur. Xəritə sxemi əsasən verilmiş nöqtələrdən hansılarında günorta il ərzində, daha doğrusu günəş il ərzində günorta vaxtı üfüqün yalnız cənub tərəfində görünər. Bilirik ki, bəzi məntəqələr var ki, o məntəqələrdə günəş üfüqün yalnız şimalında, bəzi məntəqələrdə üfüqün yalnız cənubunda, bəzi məntəqələrdə isə həm şimal, həm cənubunda günəş görsənə bilər. Biz bilirik ki, günəşin ancaq şimalında görsənən ölkələr hansı əraziləri əhatə etməlidir? Ay bala! 9-cu sualdan davam edək. Xəritə sxemində verilmiş litosfer tavaları üçün doğru fikirləri müəyyən edin. Birinci fikrə baxırıq. 4-cü və 7-ci rəqəmlərlə göstərilən litosfer tavalarının sərhədlərində vulkanik mənşəli ada və ya adalara rast gəlinir. 4-cü və 7-ci rəqəmlə göstərilən litosfer tavaları Afrika ilə Cənubi Amerika litosfer tavasıdır və onların sərhədində vulkanik adalara həqiqətən də rast gəlinir. Burada bir doğru fikirdir. Bir doğru olduğuna görə D variantı və B variantı bizim sualımızın cavabı ola bilməz. 2-də qeyd olunur ki, 3-cü və 11-ci rəqəmlərlə göstərilən litosfer tavaları fərqli istiqamətlərdə hərəkət edirlər. 3-cü litosfer tavası Naska tavasıdır və bu istiqamətdə hərəkət edərək Cənubi Amerika ilə toqquşur. 11-ci rəqəmlə ifadə olunan litosfer tavası Hind-Avstraliya tavasıdır və bu formada Avrasiya tavası ilə toqquşur. Yəni demək olar ki, bunların hər ikisinin hərəkət istiqaməti bir-birinə yaxındır. Yəni fərqli deyil. Bu yanlış fikirdir. 2-nin cavabdan çıxacaq. Deməli, 2-nin cavabdan çıxırıq. Cavabımız qalır ya 1, 4, 5 ya da 1, 4, 6. Gəlin baxaq 5 və 6-ya. 5-də qeyd olunur ki, 2 rəqəmi ilə göstərilən litosfer tavası sərhədlərində qövsvarı adalar, qırışıq dağlar, Orta okean dağ silsiləsi və dərin okean novlarına rast gəlinir. 2 nömrə ilə göstərilən litosfer tavası Sakit okean tavasıdır və Sakit okean tavasının həm konvergent sərhədləri, həm də divergent sərhədləri mövcuddur. Yəni digər tavalarla həm toqquşması, həm də ki bir-birindən uzaqlaşma zonaları var. Ona görə də bu litosfer tavasının sərhədində həm qövsvarı adalar, həm qırışıq dağlar, həm Orta okean dağ silsiləsi və dərin okean novları
yarana bilər. 5 də burada doğru fikirdir. Cavab olacaq 1, 4 və 5. Yəni elə C variantı. 10-cu sual. Doğru olmayan fikirləri müəyyən edin. 1. Orta Sibir yaylasında geotermik pillə Anadolu yaylasındakı geotermik pillədən daha böyükdür. Bilirik ki, seysmik ərazilərdə geotermik pillə kiçik, seysmik fəallığı olmayan ərazilərdə isə geotermik pillə böyük olur. Burada birinci fikir doğru fikirdir həqiqətən də. Orta Sibir yaylasındakı pillə Anadolu yaylasında daha çoxdur. Bizdən doğru olmayanları soruşur deyə biri götürə bilmərik. 2. Dəclə və Fərat çayları tranzit çaylardır. Yəni bir neçə ölkə arasından axır. Bu da doğru fikirdir. Türkiyədən başlayaraq gəlib İran körfəzinə tökülür. 3-ə baxaq. Deməli 3-də qeyd olunur ki, Aralıq dəniz iqlim tipi həm əsas, həm də keçid iqlim qurşaqlarında rast gəlinir. Aralıq dəniz iqlim tipi ancaq subtropik iqlim qurşağının tipidir. O da keçid iqlim qurşağına aiddir və əsas iqlim qurşaqlarında bu tipə rast gəlinməz. Bu fikir yanlış fikirdir. Yanlış olduğu üçün də sualımızın cavabında götürəcək. Deməli 3-ü qeyd edirəm. 4-də şərqi Qat dağlarından başlayan çaylar qışda bol sulu olur. Şərqi Qat və Qərbi Qat dağları Hindistan yarımadasında yerləşir. Həmin dağlar, həmin ərazilər ümumiyyətlə subekvatorial iqlim qurşağının təsiri altındadır və subekvatorial iqlim qurşağında yağıntılar əsasən ilin yay fəslində çox düşür, qışda yox. Bu da yanlış fikirdir. Ona görə həm 4, həm də 3-ü biz cavabımızda götürə bilərik. 11. Doğru fikirləri müəyyən edin. Pusan və Tiba limanları Yaponiyaya məxsusdur. Pusan Yaponiyaya məxsus deyil, amma Tiba Yaponiyaya məxsusdur. Bir yanlış fikirdir. Bizdən doğruları soruşur. 2. Braziliya, Meksika, Cənubi Afrika Respublikası və Qazaxstanda terrikon təpələrə rast gəlinir. Yəni faydalı qazıntılar çıxarılarkən yaranmış süni təpələrdir. Bu doğru fikirdir. 2-ni götürmək olar. Ya 4 ya da 5 uyğun gələcək. 4-ə baxırıq. Vyetnam və Laos Cənub-Şərqi Asiyanın sosialist ölkələridir. Deməli, bəli, hər iki ölkə, həm Vyetnam, həm də Laos Cənub-Şərqi Asiyada sosialist ölkələrə aiddir. 4. Cavab olacaq 2 və 4 olan B variantı. 12-ci suala baxaq. Doğru olmayan fikirləri müəyyən edin. 1. Kürə zobalığında orta illik temperatur 14,5 dərəcədir. Bu fikir onsuz da doğru fikirdir. Amma bizdən doğru olmayanları soruşur deyə bunu götürə bilmirik. Ölkəmizdə günəşli saatların illik maksimum miqdarı ilə radiasiyanın illik maksimum miqdarı eyni fiziki coğrafi rayonunda müşahidə edilir. Deməli, belə fikirləşək bu variant üçün. Ölkəmizdə günəş radiasiyasının maksimum miqdarı Naxçıvanın yüksək dağlıq ərazilərini əhatə edir. Yəni, bunu biz fiziki rayon kimi Günnüt, Qapıcıq fiziki rayonu götürə bilərik. Amma ölkəmizdə günəş saatlarının illik miqdarının maksimum olduğu ərazilər isə Naxçıvanın arazboy düzənlikləri, yəni fiziki rayon kimi Şərri Ordubad fiziki rayonu götürə bilərik. Yəni, bunlar hər ikisi eyni fiziki coğrafi rayonda müşahidə edilmir. Yanlış fikirdir. 2-ni götürəcək cavabda. 3-ə baxaq. Araz və Kür çaylarının hər ikisinin qidalanmasında ən az paya sahib olan yağış sulardır. Araz çayının əsas qidasını yeraltı sular, daha sonra qar suları və ən sonda yağış suları təşkil edir. Kür çayında isə əsas qidanı qar suları, daha sonra yeraltı, ən sonda yağış suları. Hər iki çayın ən aşağı qidalanma faizi yağış sularını təşkil edir. Bu fikir doğru fikirdir. Amma bizdən doğrular yox, doğru olmayanları soruşur deyə 3-cü cavabdan çıxırıq. Qalan 2 variantın hər ikisində 2 və 5-ci variantlar var. Demək ki, burada 5-i də biz götürəcəyik. Qaldı 6 və 4. 4-də qeyd olunur, ölkəmizin bütün təbii vilayətlərində milli parklar mövcuddur. Həqiqətən də belədir. Demək, Orta Araz vilayətində biz Zəngəzur Milli Parkını, Böyük Qafqaz vilayətində deməli Şahdağ Milli Parkını, Kiçik Qafqaz vilayətində və Kür çəkməsi vilayətində, eyni zamanda Lənkəran vilayətində də milli parklar mövcuddur. Bu fikir doğru fikirdir. 4-ü biz cavabda götürə bilmərik. Bizdən doğru olmayanları soruşur.
6. Ölkəmizdə ən az yağıntı Kür tektonik çökmə zonasının ərazisinə düşür. Ölkəmizdə ən az yağıntı demək düşür Puta məntəqəsinə, Abşeronun cənubu, Qobustanın cənub-şərq hissəsinə. Həmin ərazilər də Böyük Qafqazın qalxmasına aiddir. Kürün çökməsinə aid deyil. Yanlış fikirdir. Yanlış olduğu üçün sualımızın cavabına aiddir. 2, 5, 6. 13-cü sual. Maqmatik süxurları müəyyən edin. Dolomit, Qabro, Mergel. Dolomit çökmədir, A variantı getdi. Bazalt, vulkan tufu, təbaşir. Təbaşir çökmədir, getdi. Andezit, obsidian, sienit. Bunların hər üçü maqmatikdir. Qrafit, fillit, almaz. Burada metamorfik süxurlar var. Fosforit, qranit, kvarsit. Bu da metamorfik süxurlar var. Cavablar burada C variantı. 14-də bizdən nə tələb olunur? Deyir, sıxıma əsasən yüksək təzyiq mərkəzlərini göstərin. Deməli, yüksək təzyiq mərkəzlərini soruşursa, gəlin baxaq şəkillərə. Birinci şəkildə əsasən deməli, hava axınları kənardan mərkəzə doğru istiqamətlənir. Bu siklonun şəkli. İkinci şəkildə isə hava axınları mərkəzdən kənara doğru istiqamətlənir. Bu isə antisiklonun şəklidir. Bilək ki, siklonun mərkəzində alçaq təzyiq, antisiklonun mərkəzində isə yüksək təzyiq müşahidə olunur. Bizdən də yüksək təzyiqi soruşur deyə biz burada ikinci şəkli götürə bilərik. Cavabımızda var 2. Daha sonra 3-dən 4-ə baxaq. Burada havanın enən hərəkəti, burada isə qalxan hərəkəti müşahidə olunur. Qalxan hava əsasən rütubətlidir və burada alçaq təzyiq sahəsi yaranır. Enən hava isə rütubətin miqdarı azdır. Burada yüksək təzyiq sahəsi yaranır. Demək, 3 də cavabımıza götürə bilərik. Cavab olur 3-cü və 2-ci, yəni A variantı. 15-ci suala baxaq. Burada bizə 3 okean verilmişdir və ona uyğun coğrafi əraziləri biz seçməliyik. Oedel dənizi. Oedel dənizi bilirik ki, Antarktida materikinin ətrafında yerləşir və bunu biz okean kimi götürəcəyik. Təbii ki, Atlantik okeanı. Oedel dənizi, Atlantik okeanı. Bura bir qeyd edirəm. 2. Pasxa adası. Pasxa adası Sakit okeana aiddir. 3-cü. Bonifacio boğazı Aralıq dənizinin içərisində yerləşir və Atlantik okeanı hövzəsinə aiddir. Daha sonra 4-cü. Amundsen dənizi. Amundsen dənizi də Antarktida materikinin sahillərində yerləşir və Sakit okeana düşür. 5-ci. Anadır körfəzi. Anadır körfəzi də bilirik ki, Avrasiya materikinin sahillərində yerləşir və Sakit okeana düşür. 6. Davis dənizi. Davis dənizi Hind okeanına düşəcək və Antarktida materikinin sahillərində yerləşəcək. 7-ci. Kerguelen adası. Kerguelen adası da Hind okeanına düşən bir adadır. 7-ni də bura aid edirik. 8-də Yaşıl burun adaları Atlantik okeanında yerləşir. 2-yə aid etmək olar. 9-cu Sokotra adası da deməli Hind okeanında yerləşir. Sokotra, Yeməndə. Uyğun gələn variantımız A variantıdır. 16. Okean cərəyanları və iceberglər səbəb ola bilməz. Bilməz. 1. Okean suyunun duzluğunun dəyişməsinə. Buna səbəb ola bilər. Bilirik ki, isti cərəyanlar suyun duzluğunu artırır, soyuq cərəyanlar suyun duzluğunu azaldır. Ona görə biri buradan çıxaq. Cavabımızda 3 var. 2-yə baxaq, okean sahillərinin formalaşmasına. Buna da təsir göstərə bilər. Misal, iceberglər necə təsir göstərə bilər? Iceberg bilirik ki, buz dağlarıdır. Həmin buz parçası əriyərsə, okean suyunun miqdarı artar və okean suyunun sahillərin dəyişməsinə səbəb ola bilər. Ona görə 2-ni də götürməyək. 3 var, 4 qabarma və çəkilməyə və bir də 6 endogen mənşəli dalğaların formalaşmasına. Cavab olacaq Y variantı. 17-yə baxaq. Təqribən eyni enliklərdə yerləşən relyef vahidlərini müəyyən edin. A-da Skandinaviya dağları, Ural dağları, Orta Sibir yaylası verilmişdir. Deməli, Skandinaviya dağları, Ural dağları və Orta Sibir yaylası təxminən elə eyni enlik boyu yerləşir. Burada ilə cavabımız A variantı olacaq. 18. Verilmiş iqlim diaqramlarına əsasən düzgün fikirləri müəyyən edin. 2 iqlim diaqramımız var. Birinci, bu da ikinci. Birinci iqlim diaqramlarına baxaq.
Burada yağıntı əsasən may, iyun, iyul, avqust aylarında daha çox düşür. Qış ayları quraq keçir. Deməli bu şimal yarımkürəsinin subekvatorialıdır. Digərində isə yağıntılar əsasən dekabr, yanvar, fevral aylarında düşür. Qış ayları quraq keçir. Cənub yarımkürəsinə aiddir. Cənubun subekvatorialıdır. Yəni subekvatorial iqlim qurşağının qrafikləridir. Bir də qeyd olunur ki, hər iki diaqramın aid olduğu iqlim qurşağında il boyu bir hava kütləsi hakim olur. Bu səhvdir, çünki subekvatorial iqlim qurşağında iki hava kütləsi var. Həm ekvatorial, həm də tropik. Yayda ekvatorial, qışda tropik. Bir yanlış fikirdir. Ona görə biri biz cavabdan çıxırıq. İkincidə qeyd olunur ki, ikinci iqlim diaqramının aid olduğu iqlim qurşağının yerləşdiyi yarımkürədə subtropik iqlim qurşağının bütün iqlim tiplərinə rast gəlinir. İkinci iqlim diaqramı budur. Bu cənub yarımkürəsinin subekvatorialıdır. Deməli, cənub yarımkürəsində subtropik iqlim qurşağına bütün iqlim tiplərinə rast gəlinir fikri yanlış fikirdir. Musson tipi yoxdur. Ona görə 2-ni də biz götürə bilmərik. Elə cavabımız olur 3, 4 və 5. D variantı. Qalan fikirlər yanlış fikirlər hesab olunacaq. 19-cu suala baxaq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. 1. Tayvan adası olacaq bura. Tayvan adası. 2. Haynan adası. 3. Hindçin yarımadası. Və 4. Malakka yarımadası. İndi cavablara baxaq. Elə burada cavabımız A variantı olacaq. Materik mənşəli adaları müəyyən edin. 20-də qeyd olunur. Madagaskar, Kuba, Galapagos, Siciliya. Galapagos materik mənşəli deyil, vulkan mənşəlidir. A variantı getdi. İrlandiya, Newfoundland, Şri Lanka, Tasmaniya. Tasmaniya adası Avstraliya materikinin bir hissəsi olub. Şri Lanka adası Hindistan yarımadasında Avrasiya materikinin bir hissəsi olub. Newfoundland adası demək düşür Labrador yarımadasının cənub hissəsinə, Şimal Amerika materikinin bir hissəsi olmuşdur. İrlandiya adası isə Avrasiya materikinin bir hissəsi olmuşdur. Hər 4 ada materik mənşəlidir. Cavab olacaq B variantı. 21-ci suala baxaq. Burada qeyd olunur ki, müvafiq relyef vahidlərini hündürlüklərinin azalmasına görə sıralayın. Dərdağ 3616, Kəpəs 3066, Qazangöllük 3829, Salavat aşımı 2915. Deməli, bizə relyef vahidləri hündürlüklərini azalmasına görə sıralamaq tələb olunur. Birinci gələcək Dərdağ, yəni 1. Daha sonra gələcək, səhv elədik burada, üzrlü sayın. Birinci gələcək Qazangöldağ 4. Sonra gələcək 1 Dərdağ. Daha sonra Kəpəs, ən sonunda Salavat aşımı 3. 4, 1, 2, 3. Cavab olar C variantı. 22-yə baxaq. Bir neçə ölkə ərazisində yerləşən coğrafi obyektləri seçin. Haiti adası. Haiti adasında həm Haiti Respublikasını, həm də Dominika Respublikasını biz götürə bilirik. Yəni bir neçə ölkə ərazisinə düşür. Cavabımız da 1 olacaq. 2. Balaton gölü. Balaton gölü Mazaristandadır. Yəni bir ölkə ərazisində yerləşir. 2 ölkə ərazisində düşmür. 2-ni də buradan cavablardan çıxmaq lazımdır. Cavabımız 1, 3, 6, 7, 1, 3, 4, 6. Demək 1, 3 və 6 doğru cavabdır. Haiti, Dnepr çayı və Niger çayı. Qalır ki 4 ilə 7. 4-də Balxaş gölü qeyd olunub, 7-də isə Viktoriya gölü qeyd olunub. Deməli, burada Balxaş gölü bilirik ki, yalnız bir ölkə ərazisinə düşür. Amma Viktoriya gölü isə bir neçə ölkə ərazisində yerləşir. Cavabımız olacaq 1, 3, 6, 7. E variantı. Balxaş gölünü biz Qazaxstana, Viktoriya gölünü isə Tanzaniya, Uqanda və Kenya 3 ölkə ərazisində yerləşdiyini bilirik. Cavabımız oldu 1, 3, 6, 7. Növbəti suala keçirik. Hərflərlə göstərilən dağlara aid olan doğru fikirləri müəyyən edin. 1. A, B, F. Mütləq hündürlükləri 4000 metrdən çoxdur. A-da Qafqaz dağları 5642.
B-də Ant dağları 6960 Aconcagua və F-də Alp dağları 4807 Mont Blanc. Hər 3 dağın hündürlüyü 4000-dən çoxdur. Bizdən doğru məlumatları soruşur deyə elə biri biz cavabı götürəcəyik. Daha sonra baxaq 2-yə. C, D və Y dağları Paleozoy erasında formalaşıblar. Bu yanlış fikirdir. Burada Atlas dağları cavan dağlardır, Kaynazoy yaşlı dağdır. İkini cavabda götürmürük. Demək 1, 5, 6, 1, 3, 5. Demək burada 1 də doğrudur, 5 də doğrudur. Ya 3 olacaq, ya 6 olacaq cavabımızda. 3-də qeyd olunur ki, A, C və D ərazisi 2 işıqlanma qurşağında yerləşir. A-da Qafqaz dağları. Qafqaz dağları yalnız bir işıqlanma qurşağına düşür, o da şimal mülayimdir. Bu da yanlış fikirdir. Demək cavabımız olacaq 1, 5, 6. A, D, F neotektonik proseslər səciyyəvidir. A-da, bəli. Sonra D-də, bəli. F-də də düz. Bu ərazilərdə neotektonik proseslər səciyyəvidir. 24. Doğru fikirləri müəyyən edin. Gəncə şəhərində illik radiasiya miqdarı Şahbuz şəhərindəkindən daha azdır. Bəli, bu ilə doğru fikirdir. Çünki Naxçıvanda illik günəş radiasiyası maksimuma çatır. Biri biz cavabımıza götürürük. İkinci fikir. Araz çayında bolsulu dövr may, qıçlı dövr isə avqust ayıdır. Bu da doğru fikirdir. Burada bir problem yoxdur. Deməli 1 və 2 cavablı olacaqsa, onda C-nə də çıxırıq. Ya 4 ya 5-i götürmək lazımdır. 4-də deyir ki, Afurca və Mucuq şəlalələri Böyük Qafqazın cənub yamacından axan çayların üzərində yerləşir. Afurca şəlaləsi Böyük Qafqazın şimal-şərqindən axan Vəlvələ çayının üzərindədir. Ona görə 4 yanlışdır. Cavab olacaq D variantı. 1, 2 və 5. 22 iyun tarixindən başlayaraq Xocavənd şəhərində gündüzün uzunluğu azalmağa başlayır. Bəli, bu da doğru fikirdir. Növbəti suala keçək. 25. Düzgün fikirləri müəyyən edin. İraq, Suriya, Küveyt, Şimali Makedoniya və Serbiyanın Dünya okeanına çıxışı var. Serbiyanın Dünya okeanına çıxışı yoxdur. Bu fikir yanlışdır. Bizdən düzgünlər tələb olunur deyə birilərlə işləmirik. Keçək 2-yə baxaq. Mülayim iqlim qurşağının dəniz tipinə Kamçatka yarımadasında rast gəlinir. Elə bu doğru fikirdir. 2-ni cavabda götürürük. 3-ə baxaq. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağı indikindən daha az olarsa, Kiyev şəhərinə günəş şüalarının minimum düşmə bucağı azalar. Yerin orbit müstəvisinə meyillik bucağı hal-hazırda 66,5 dərəcədir. Və tutaq ki, Kiyev şəhərinin yerləşdiyi coğrafi enlik 50 dərəcə olsun. 50 dərəcə tutaq ki, şimal enliyi. Normal vəziyyətdə görək Kiyev şəhərinə günəşin minimum düşmə bucağı nə qədərdir? Yazıram 90, çıxılsın 50 dərəcə, o da çıx 20,5 bərabərdir. Eləyər cavabımız 16,5 dərəcə. Yəni, hazırki vəziyyət üçün Kiyev şəhərinə günəşin minimum düşmə bucağı 16,5-ə bərabərdir. Əgər sualın şərtinə görə yerin orbit müstəvisinə meyillik bucağı indikindən daha çox olarsa, olsun 70 dərəcə. Gəlin hesablayaq. Yerin orbit müstəvisinə meyillik bucağı 70 dərəcə olarsa, yazıram 90, çıxılsın yenə 50 dərəcə şimal enliyi, çıxılsın necə? Artıq bu dəfə 20. Çünki orbit müstəvisinə meyillik bucağı 70-dirsə, tropiklər 20 dərəcədən keçəcək. 90-dan 50 çıxanda qalır 40, 40-dan 20 çıxanda qalır 20. Demək, nədir? Əvvəl 16,5 idi, indi oldu 20. Artdı, azalmadı. Bu da yanlış fikirdir. Buradan da 3-ə çıxırıq. Cavabımız 2, 4, 5 ya da 2, 4, 6 olacaq. Baxaq. Madagaskar adası, yox, düzdür də bu onsuz da. Bu da düzdür. Bizə 5-dən 6 lazımdır. Qusar maylı düzənliyində bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yarımtipi müşahidə edilir. Bu fikir yanlış fikirdir. Çünki bütün fəsillərdə bol yağıntılı soyuq Qusar maylı düzənliyi tərəfdə yox, Böyük Qafqazın cənub hissəsi tərəfdə yayılmışdır. Quru odunun istilik vermə qabiliyyəti yanar şistdən daha çox, torfdan isə azdır. Bu da doğru fikirdir və cavabımız olacaq 2, 4, 6, C variantı 25-dən.
44 günlük Vətən müharibəsində hansı məntəqənin azad olunması ilə Azərbaycan-İran sərhəd xətti tam bərpa edilmişdir? Təbii ki, Ağbənd, Zəngilanın Ağbənd məntəqəsi. Cavab B variantı olacaq. 27-yə baxaq. Deməli, burada dəniz limanları verilmişdir. Hansı okeanlara aid olduğunu biz müəyyən etməliyik. Dampier limanı Avstraliya materikində yerləşir və Avstraliya materikindəki limanlardan Dampier limanı düşür Hind okeanı sahilinə. Birinci gələcək Hind okeanı. Tampico Meksikada yerləşir və Atlantik okeanı sahillərində düşür. Üçüncü, Richards Bay düşür Cənubi Afrika Respublikasına. Ərazi kimi buradadır. Hansı okeana aiddir? Təbii ki, Hind okeanına aid olacaq. Dördüncü, Valdis ABŞ, Amerika Birləşmiş Ştatlarındadır. Okean kimi sakit okeana düşür. Hind, Atlantik, Hind sakit. Y variantı. 28. Xəritə sxemdə təsvir verilmiş obyektlərdən deyil. A-da Ağzıbersala gölü burada var. B. Taxtakörpü su anbarı Şabran tərəfdə var. C-də Samur Yalama Milli Parkı burada yoxdur. Samur Abşeron kanalı buradan keçir, su kanalı. Bakı Dərbənd dəmir yolu da buradan keçir. Elə cavabımız olacaq bizim burada Samur Yalama Milli Parkı daha şimalda yerləşir. 29-a baxaq. Doğru olmayan fikri müəyyən edin. Yuxarı Qarabağ suvarma kanalı vasitəsilə Kür çayının sol sahilində yerləşən ərazilər suvarılır. Elə bu fikir yanlış fikirdir. Niyə? Çünki Yuxarı Qarabağ kanalı vasitəsilə Mil və Qarabağ düzləri suvarılır. Onlar da Kürün sağ sahilində yerləşir. Qalan fikirlər doğru fikir kimi qiymətləndirilir. Cavab olar A variantı. 30. Doğru fikir müəyyən edin. Böyük Britaniya, Norveç, Niderland və Belçika unitar monarxiyalardır. Səhvdir. Burada Belçika federativdir. Yay aylarında Balakən şəhərində gündüzün uzunluğu Şamaxıdakından daha çoxdur. Ümumiyyətlə biz bilirik ki, yayda ekvator xəttindən şimal qütbünə doğru yaxınlaşdıqca gündüzün uzunluğu artır. Yəni, hansı şəhərimiz qütbə yaxındırsa, orada gündüzün uzunluğu ekvatora yaxın olan şəhərimizdən daha çox olur. Balakən ölkəmizin ən şimalında yerləşən rayondur. Şamaxıdan daha şimalda yerləşir. Ona görə Balakəndə gündüzün uzunluğu Şamaxıdan daha çox olar. Elə B variantı doğru fikirdir. Qalanlar səhv fikir kimi götürülür. Demək, doğru fikirləri müəyyən edin. 1. 15 aprel tarixində 68 cənub enliyində qütb gecələri müşahidə edilə bilər. 15 aprel tarixi 21 martdan təxminən görək neçə gün əvvələ düşür. Təxminən 36 gün. Təxminən 36 gün əvvələ düşür. Bilir ki, 21 martda Günəş ekvatorun üzərində zenitdə olacaq. Həmin gündən 36 gün əvvəl görək Günəş harda zenitdə olacaq. Bilir ki, yerin Günəş ətrafında fırlanması belədir. 1 dərəcə fırlanması üçün 4 gün vaxt sərf edir. X dərəcə fırlanması üçün 36 gün sərf edər. Buradan da x bərabərdir. 36-nı 4-ə bölsəm 9 eləyər. Yəni 9 dərəcə. 9 dərəcə cənub enliyi. Yəni 15 aprel tarixində Günəş 9 cənub enliyində olacaq. Daha sonra biz baxaq indi deyir ki, 68 cənub enliyində qütb gecələri müşahidə edilə bilər. Bu səhvdir. Çünki həmin vaxtı 68 dərəcə enliklərdə qütb gecə və gündüzləri müşahidə edilə bilməz. Qütb gecə və gündüzləri 80 dərəcə enliklərdən yuxarıda başlayır. Bir səhvdir. Bizdən nəyi soruşur? Doğru fikirlər soruşur. Monarxiya idarəetmə formasına malik olan ölkələrin əksəriyyəti unitar inzibati quruluşa malikdir. Bu doğru fikirdir. Burada bir sıxıntı yoxdur. Qlobus və xəritədə baş miqyasla yanaşı xüsusi miqyası təyin etməyə ehtiyac var. Artıq bu yanlış fikirdir. Çünki xüsusi miqyas təyin etmək üçün əsas orada məqsəd təhrifləri müəyyən etməkdir. Qlobusda təhrif olmur deyə bu fikir yanlış fikirdir. 3-ü biz cavabda götürə bilmərik. 4 də doğru fikirdir variantlara əsasən. 5-ə baxaq. Bidonvil və favelaların yerləşdiyi ölkələr G20-yə daxildir. Bu da doğru fikirdir. Məsələn, Braziliyanı burada götürmək olar. 6. İsveçrə və Danimarkada marikultur təsərrüfat sahələri mövcuddur. İsveçrənin dənizə çıxışı yoxdur, okeana çıxışı yoxdur deyə
Orada marikultur təsərrüfat sahələri mövcud deyil. Cavab olar elə 2, 4 və 5. B variantı. 32-yə. Xəritə sxemdə göstərilmiş A ölkəsi üçün xarakterik olan hansı xüsusiyyətlər İspaniya üçün xarakterik deyil? A ölkəsi hansı ölkədir? Təbii ki, Almaniya. İndi biz Almaniyaya aid olan, amma İspaniyaya aid olmayan xüsusiyyətləri götürəcəyik. Rəsmi dövlət dili German dil qrupuna aiddir. Bəli, hər iki ölkə Hind-Avropa dil ailəsinə aiddir. Amma İspanlar Roman, demək Almanlar German qrupuna aiddir. Biri götürmək olar. Fransa ilə həmsərhəddir. Bunu götürə bilmərik, hər ikisinə aiddir. Cavabımızda 5 də var. İndi ya 3 ya 4 götürüləcək. Mülayim kontinental iqlim tipinə rast gəlinir. Deməli, mülayim kontinental iqlim tipinə rast gəlinir. Bəli, burada artıq biz 1, 3, 5 cavabını götürməliyik. Cavab olacaq Y variantı. 33. İki işıqlanma qurşağında yerləşən ölkələri seçək. Ölkənin iki işıqlanma qurşağına düşməsi üçün onu ya tropik xəttlər kəsməlidir, ya qütb dairəsi kəsməlidir. Baxaq, burada Myanmanı götürmək olar. Çünki şimal tropiki ölkəni kəsir. 1. Daha sonra 2. Mavritaniyanı götürə bilərik. Şimal tropiki kəsir. Daha sonra 3. Kongo ekvatorun yanında yerləşir. Ekvator kəsir, amma bir işıqlanma qurşağına düşür. 3-ü götürə bilmərik. 4-də Tayland. Tayland da həmçinin bir işıqlanma qurşağına düşür. 5. Bangladeş. Bangladeşi götürə bilərik. 6. Mozambik. Mozambiki cənub tropik xətti kəsir, götürəcəyik. 7. İndoneziya, ekvator kəsir, götürmürük. 8-də Finlandiya, demək, şimal qütb dairəsi kəsir deyə götürə bilərik. 9. İslandiya, şimal qütb dairəsinin aşağıda yerləşir. Ona görə götürmürük. 10. Filippin, ekvatorla tropik xəttlərin içində yerləşir, götürə bilmərik. Cavab 1, 2, 5, 6, 8. A variantını götürə bilərik. Baykal qırışıqlığından əvvəl yaranmış dağları müəyyən edin. Şərqi qat, bəzən də qərbi qat dağlarında verə bilər bu suallarda. Daha sonra Makdonel yerləşir. Demək, şərqi qat dağları Hindistan yarımadasında yerləşir. Makdonel dağları Avstraliya materikində yerləşir. Hammersli Avstraliya materikində yerləşir. Filizli Heç Avropadadır. Böyük Xinqan Asiyadadır. Kapbular artıq paleozoy yaşlı dağlardır. Cavab 1, 2, 3, D variantı 34-də götürəcək. 35. Düzgün fikirləri müəyyən edin. Göydərə və İpək xromit yataqları Qarabağ iqtisadi rayonunda yerləşir. Göydərə və İpək Kəlbəcər və Laçına düşür. O da Qarabağ yox, Şərqi Zəngəzur iqtisadi rayonundadır. 1 səhvdir. 2. Şimali Amerikada yerləşən böyük göllər qrupunda yalnız Michigan sərhəddə yerləşmir. Doğrudur. 2-ni götürəcək cavabda. 3. Talış və Zəngəzur dağ silsilələrində paleogen yaşlı vulkanogen çökmə süxurlar üstünlük təşkil edir. Bu da doğru fikir. 2, 3 və bir də 6. Kolumbiya dövlətinin ərazisinin sahillərini 2 okean suları yuyur və yerləşdiyi materikin ən ucqar şimal nöqtəsi söhbət Qalinas burundan gedir. Burada yerləşir. Doğrudur. 2, 3 və 6. Yerdə qalan fikirlər yanlış fikirlər hesab olunur. 36. Xəritə sxemə əsasən Başqırdistan Respublikasını müəyyən edin. Deməli, Başqırdistan, Tataristan və Çuvaşistan. 5-ci fikir. Daha doğrusu 5-ci məntəqə. A variantını götürərik. 37-ci suala baxaq. 70 şərq uzunluğunda saat 14:00 və həmin gün gündüzün uzunluğu 13 saat 44 dəqiqə bərabər olarsa, həmin anda günəşin çıxdığı və batdığı uzunluqları müvafiq olaraq müəyyən edin. Gəl ilk növbədə müəyyən eləyək ki, hansı məntəqədə gün ortadır, yəni saat 12:00-dır. Əgər 70 şərq uzunluğunda saat 14:00-dırsa, həmin bu məntəqədən 2 saat qərbdə saat 12:00-dır. 2 saatımız da 15 dərəcə kimi, daha doğrusu 1 saatımız 15 dərəcə olduğuna görə 2 saatımız 30 dərəcəyə bərabərdir. 70-dən də 30 çıxanda qalır 40 dərəcə. Deməli,
40 şərq uzunluğunda saat 12:00-dır. 12:00. Aha, indi gündüzün uzunluğuna baxaq. 13 saat 44 dəqiqə. Burada 12:00-dırsa, gəlin 13 saat 44 dəqiqəni bölək 2 hissəyə. Eləyər 412 dəqiqə. 412 dəqiqə. 412 dəqiqəmdə neçə dərəcəyə bərabərdir? 1 dərəcəm 4 dəqiqə, x dərəcəm 412 dəqiqə. Buradan x bərabərdir 103-ə. Yəni, həmin bu məntəqədən 40 şərq uzunluğundan 103 dərəcə şərqə doğru getsək, günəşin batdığı məntəqəni tapmış olarıq. İllər 143 dərəcə şərq uzunluğu. Bu məntəqədən 103 dərəcə qərbə doğru getsək, günəşin çıxdığı məntəqəni görərik. Bu da eləyər 63 dərəcə qərb uzunluğu. Cavab olar A variantı. 37-də. Avropa və Asiya qitələri üçün hansı oxşar xüsusiyyət Cənubi Amerika materiki üçün də səciyyəvidir? Cavan dağlara və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Elə bu götürülə bilər. 38-ə 1-i götürürük. Bir düz. İnkişaf etmiş ölkə və ya ölkələr mövcuddur. Cənubi Amerika materikində inkişaf etmiş ölkə yoxdur. Ona görə 2-ni götürmürük. 3. Sahilləri çox girintili və çıxıntılıdır. Avropanın sahilləri və Asiyanın sahilləri girintili çıxıntılı olsa da, Cənubi Amerika materikinin sahilləri, xəttləri çox girintili çıxıntılı deyil. Ona görə burada 3-də götürə bilmərik. Cavab olacaq D variantı. 1, 4, 6. Ərazinin müəyyən hissəsi mülayim işıqlanma qurşağında yerləşir. Bəli. Ərazisində 3 yarımkürədə yerləşən ölkələr mövcuddur. Bəli. Məsələn, Avropada götürə bilərik 3 yarımkürədə yerləşən ölkələrdən Böyük Britaniyanın Qreenwich xətti kəsir. Asiyada götürə bilərik 3 yarımkürədə yerləşən ölkələrdən deməli, hansı ölkəni götürmək olar? Götürə bilərik İndoneziyanı. Məsələn, Indoneziyanın bir hissəsi şimal, bir hissəsi cənuba düşür. Daha sonra Cənubi Amerika materikində Kolumbiya, Braziliyanın özü 3 yarımkürəyə düşür. Belə, cavab olar 1, 4 və 6 D variantı. Doğru olmayan fikirləri müəyyən edin. Ölkəmizin orta hündürlüyü 657 metrdir. Bəli, maksimal hündürlüyü isə 4466 metrə bərabərdir. Bir düz. Bizdən doğru olmayanlar soruşur. 2. Zəfər, Yarıdağ və Bazargüt zirvələrinin mütləq hündürlüyü 4000 metrdən azdır. Bu fikir səhvdir. Zəfərin zirvə hündürlüyü 4301-dir. 2 səhvdir, amma sualımızın cavabına da uyğundur. Bu zaman 3 də uyğundur. Ya 4, ya 6. Bunlardan birini götürəcəyik. 4-də Şirvan və Gəncə Qazax düzləri çayların gətirmə konusları ilə zəngindir. Bu doğru fikirdir. 6. Respublikamızın bütün dağlıq ərazilərində mülayim isti iqlim tipinə rast gəlinir. Səhvdir. Bütün dağlıq ərazilərdə mülayim isti iqlim yoxdur. Məsələn, Naxçıvanda. Bu da səhv olduğuna görə götürürük cavabda 2, 3 və 6. E variantı. 40. Okean cərəyanlarla bağlı düzgün fikirləri müəyyən edin. Mozambik, Kanar və Qviyana cərəyanları eyni iqlim şəraiti formalaşdırırlar. Mozambik istidir, Kanar soyuqdur. Bu səhvdir. Birlər getdi. Peru, Kaliforniya və Kurosya cərəyanları eyni okeanda hərəkət edir. Sakit okeandadır Peru, Kaliforniya sakitdədir, Kurosya sakitdədir. Bu doğru fikirdir. 2-ni götürdük. Kanar, Bengel və Qərbi Avstraliya deməli cərəyanları eyni istiqamətdə hərəkət edir. Kanar cənuba doğrudur. Bengel şimala doğrudur. Bu səhvdir. Cavab olacaq 40-da C variantı. 2, 5, 6. Norveç və Kamçatka cərəyanlarının hərəkət etdiyi okeanların sahəsi tədricən kiçilir. Doğru fikirdir. Yerin kürəsinin xəyali ox ətrafında hərəkəti cərəyanların istiqamətinə təsir göstərir də doğru fikirdir. Cavab olar 2, 5, 6 C variantı. Bu qədər.